Neyinirsiniz? 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 Ay. Neyinirsiniz? Tez ver maşını var. Tez ver. Neyinirsiniz siz? Tez ver. Ha. Tez ver maşını. Tez kaldı. İlham Əliyev, Mehriban Əliyeva, sizə mən də nifrət edirəm. Azərbaycan xalqına yaşatdıqlarınıza görə. Ziyafət Abbasovanı dekabr ayında yenə polisə aparmışdılar. Polisdə nəsə ediblərsə, nəsə içizdiriblər, özü deyib, səs yazısı var. Növbəti səhəri gün o səs yazısını yayacam. Nəsə içizdiriblər, ondan sonra halı tamamilə dəyişib və bu günlərdə vəziyyəti tam ağırlaşmışdı. Görsənir ki, mən dəqiqini bilmirəm, amma görsənir ki, Əliyevanın nifrəti ona o qədər çoxdur ki, çox oldu ki, tapşırıq verdi və polislər də öhdəsindən gələ bilmirdi illərlə etiraz çıxışına görə və nə isə qatdılar içəcəyinə bir ay yarımdan sonra, 2 aydan sonra həyatını itirdi. Allah rəhmət eləsin. Amma Ziyafət Abbasova ölmədi. Onu öldürdülər. Bir həftə xahiş edirəm, siz də Ziyafət Abbasovla bağlı olan videolarımıza reaksiya bildirin, rəhmət yazın və digər jurnalist, media, blogerlər, xahiş edirəm, səhifələrinizdə Ziyafət Abbasovun videolarını, çıxışlarını paylaşın. Ən azından bir həftəlik ona internet üzərindən də olsa yas edək. Allah rəhmət eləsin. Mənim yaddaşımdan çıxmayacaq. Bugün bu xəbəri eşidəndən bəri özümə gələ bilmirəm. Allah rəhmət eləsin. Bilmək lazımdır ki, Azərbaycan xanımları bənzəmək istəyir. Əvvəllər istəyirdilər ki, Hollywood ulduzlarına bənzəsinlər. Bəli, biz də istəyirik. Vitse-prezidentimiz Mehriban Əliyeva kimi mən də silikon dodaq düzəltmək istəyirəm. Yaxşı maaş